Salam dostlar, bugün yeni bir video ile karşınızdayım. Bu videoda sizlere IO 2016 adlı yeni bir program göstereceğim. Bu program ekranda gördüğünüz bu saati yani belirleyen programdır dostlar. Bazı videolarımda bunu görmüşdünüz. Yani bunu size gösterdim ki, yani belki sualınız olabilir ki bu necə olub. Bunu göstereceğim önünde dostlar. Gördüğünüz kimi buradan yani bu xoşladığınız rəngi buradan ayarlamaqla çox vaxt belə işlətməsini edə bilərsiniz. Burada maində ayarlaya bilərsiniz xoşladığınız rəngləri dostlar. Layoutda da bəzi yəni orientation necə dayanmağı və bunu ayarlaya bilərsiniz dostlar. Yəni ortada dayanmasını, fontun stilini ayarlaya bilərsiniz. Outline'ı belə ayarlaya bilərsiniz. Mən eləmirəm bunu. Və bunu ayarlaya bilərsiniz. Gördüyünüz kimi dostlar, qalınlığıdır bu deyəsən. Az-ədə də çox bir şey yoxdur dostlar. Hər dəqiqə rəngini, hər saatlamı bunu ayarlaya bilirsiniz. Touch şahsda da o qədər bir şey yoxdur. Yəni bunu heç əl vurmasanız da yəni ola bilər. Bir ekrana basıb widgetlərə girəndə dostlar, burada bunu sıxıb saxlamaqla ekrana vuraraq gördüyünüz kimi belə bir saat şəkli ala bilərsiniz. Və bu yəni də Play Store-da pulsuz olaraq var. Aşağıda da linkləri tapa bilərsiniz dostlar. İndi isə videomuzun axırına gələk. Videomuz bu qədər idi dostlar. Daha çox belə proqramların gəlməsi aşağıdan videonu bəyənin, kanalıma abunə olun, suallar zirələrdə bildirin və videonu paylaşmağı unutmayın dostlar. Və məni də həmçinin sosial media hesablarından da izləyə bilərsiniz. Sağ olun.